Dostlar, Cristiano Ronaldo El Nesir'dən gedəcəyi ilə bağlı paylaşım etdi və hiss olunur ki, Ronaldo Ərəbistan çempionatında qalmaq niyyətində deyil. Sizcə Cristiano Ronaldo'nu qarşıdakı klublar arası dünya çempionatı üçün Real Madrid'e gətirməyə dəyərmi? Və Ronaldo'nun planları barədə siz necə fikirləşirsiniz? Ronaldo Avropa klublarından birinə qayıdacaq, yoxsa necə? Hər halda Cristiano Ronaldo'nun Real Madrid'in əfsanəsi, unudulmaz oyuncularından biri olduğunu nəzərə alsaq, məncə onu bir aylıq da olsa komandaya qaytarmaq olar və Xabi Alonso da məncə buna etiraz etməz. Həm də Cristiano Ronaldo son olaraq Real Madridlə daha bir mükafatın, klublar arası dünya çempionatının sahibi ola bilər. Təbii ki, Real orada qələbə qazansa və yaxud da ki, bir mövsümlük Real Madrid'e qoşulsaydı, karyerasını gələn il 2026-cı il dünya çempionatı ərəfəsində başa vurub, mundiala yollanıb, ümumilikdə futboldan getsəydi, məncə çox gözəl olardı. Həqiqətən də Ronaldo buna layiqdir və Real'ın da hücumuna məncə Ronaldo heç də ziyan etməz. Belə futbolçu hətta 40 yaşında belə istənilən klubu gücləndirə bilər. Bununla bağlı sizin fikirləriniz necədir? Cristiano Ronaldo'nu komandaya qaytarmaq lazımdır, yoxsa yox? Və Ronaldo sizcə karyerasını hansı klubda davam etdirəcək? Bu barədə həmişə olduğu kimi şərh bölməsində öz fikirlərinizi yazın.